Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Bugün aktual bir problem haqqında, klimaksin əlamətləri haqqında danışmaq istəyirəm. Klimaksin əlamətləri nədir? Birinci növbədə aybaşın gecikməyi. Klimaks bilirik ki, adətən 45-46 yaşından sonra başlayır. Çox tez başlayan, erkən başlayan klimakslar bu təxminən 36-37 yaşında və gec başlayan klimakslar 55 yaşında başlayan klimakslar ola bilir. Lakin bunların hər ikisi qadına ziyandır. Əgər 35-36 yaşında klimaks başlayırsa, mütləq həkimə müraciət etmək lazımdır. Çünki indiki zamanədə bəzən qadınlar hələ uşaq dünyaya gətirmirlər, hələ karyera ilə məşğuldular. Biz həmin dövrü uzada bilirik və qadın tam klimaksa girməmiş o övlad sahibi ola bilir. Və yaxud 55 yaşında da hələ klimaks başlamayıbsa, yenə də müraciət etmək lazımdır həkimə. Çünki o yumurtalıqda olan bir sıra şişlərin əlaməti ola bilər. Ona görə o dəqiqləşdirilsə yaxşıdır ki, niyə görə klimaks gecikir. Klimaksın əlamətləri nədir? Birinci növbədə bayaq dediyim kimi aybaşı aylarla gecikir. İkincisi isti basma, tərləmə olur. Üz qıpqırmızı qızarır. Bu hətta gündə 20 dəfəyə qədər çata bilər ki, hansı ki qadınlar özlərinə yer tapmırlar. Gəliblər ki, doktor divara dırmaşırıq isti basmadan. Bunların hamısının müalicəsi var. Dəridə quruluq, selikli qişalarda quruluq, sidik qaçırma ola bilər, ağlığanlıq olur, əsəb sistemi, sinir sistemi pozulur, dəymə düşər olurlar. Bunlar hamısı klimaksın əlamətləridir. Bir onu demək istəyirəm qadınlara ki, əziz və hörmətli qadınlar, klimaksın başlaması, menopauzanın başlaması hələ həyatın sonu deyil. Çünki klimaks deyilən kimi qorxulu bir şey deyil. Hormonlar yavaş-yavaş sönürlər. Həqiqətən yavaş-yavaş sönürlər. Estrogenlərin miqdarı yavaş-yavaş azalır və bu ahıl yaşa qədər davam edir. Qadın bilsə ki, klimaks başlayanda elə də dəhşətli bir şey olmayacaq, o heç o təlaşı keçirtməz. Yenə də olsun, əgər sizdə klimaks əlamətləri başlayıbsa, mütləq həkimə müraciət edin. Çünki onun müalicəsi var. Nə mənada həmin əlamətləri çox azalda bilirik. Birinci növbədə əgər aybaşı dövrlərini uzatmaq lazımdırsa, onu biz uzadırıq. Və qadında hələ klimaks başlamır. Klimaksın başlamağının bir başqa əlamətləri var ki, estrogenlərin miqdarı azaldıqda qan təzyiqi oynayır. Şəkər oynaya bilər. Yəni o klimaksı biraz gecikdirməklə biz eyni zamanda həm ürək-damar sisteminə kömək eləyirik, həm qan təzyiqinə kömək eləyirik, həm də qadında nə dəridə, nə selikli qişada quruluq olmur deyə özünü cavan hiss eləyir. Ümumiyyətlə, tablet içən qadınlar klimaksın qarşısını almaq üçün onlar daha cavan qalırlar. Onların üzləri qırışmır, selikli qişada quruluq olmur, sidik qaçırma olmur. Yəni, bunlar hamısı müsbət cəhətlərdir. Əgər siz özünüzdə klimaks əlamətləri hiss eləyirsinizsə, mütləq həkimə gedin. Həkimlər sizə kömək eləyəcəklər və siz özünüzü cavan hiss eləyəcəksiniz. Əziz qadınlar, bəzi alimlər deyirlər ki, qadınlar 20 yaşında gözəl, 40 yaşında təravətli, ondan sonraki yaşlarda isə valeh edici olmalıdırlar. Ona görə mən sizə həmişə valeh edici olmağı arzulayıram. Diqqətinizə görə çox sağ olun.